Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Hədəfin canlı efirində xoş gördük sizləri. Amerika Birləşmiş Ştatlarının 35-ci prezidenti John Kennedy'nin fikirlərinə görə insanlar müharibələrə son qoymasa, müharibələr insanlığa son qoyacaq və görünən də odur ki, həqiqətən də baş verən toqquşmalarda müharibələrin qarşısını almaq çox çətin, müşkil məsələyə çevrilib. Amma Cənubi Qafqazda sülhə münbit şərait yetişib və 44 günlük müharibədən sonra sülhə doğru atılan addımlar və ən əsası isə Vaşinqton sammitindən sonra Azərbaycanla Ermənistan arasında böyük bir etimad mühiti formalaşıb ki, bu da sülhə aparan yolun başlanğıcıdır və son dövrlər aktual olan məsələlərdən biri də Azərbaycanın neft məhsullarının 22 sistern neft məhsulunun Ermənistana göndərilməsidir ki, bundan əvvəl də ərzaq məhsullarının göndərilməsi ilə sülhün daha da möhkəmləndirilməsi istiqamətində real addımlar atılırdı və bu atılan real addımlar böyük sülhün imzalanmasını nə qədər yaxınlaşdıra biləcək, müzakirə edəcək. Eyni zamanda əlbəttə ki, Rusiya-Ukrayna müharibəsi ətrafında cərəyan edən son prosesləri də müzakirə edəcək. Odur ki, diqqətiniz bizdə olsun. Qonaqlarımızı təqdim edirəm. Bugünkü qonaqlarımız Milli Məclisin deputatı Gülşən xanım Paşayeva. Xoş gəlmişsiniz Gülşən xanım. İqtisadçı ekspert Elmir Səfərli, sizi də salamlayıram. Xoş gəlmişsiniz və Elçin Aloğlu, siyasi şərhçi, Trend İnformasiya Agentliyinin rəsmisi, sizi də salamlayıram. Xoş gəlmişsiniz Elçin müəllim. Və məlum məsələdir ki, artıq bir neçə gündür cəmiyyətlər arasında müzakirə olunan və çox müsbət qarşılanan, hətta Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan liderinə bu atılan addıma görə təşəkkürü var ki, Azərbaycanın artıq neft məhsulları Ermənistana yola salınıb və ünvana çatdıqdan sonra buna görə də Azərbaycan liderinə təşəkkür edilib və bundan əvvəl də Gülşən xanım eyni zamanda daha bir humanitar addım Azərbaycan tərəfindən atılmışdı. Ərzaq məhsullarının çatdırılması. Ümumiyyətlə, bu kimi addımlar sülh mühitinin daha da möhkəmləndirilməsinə, etimad mühitinin yaradılmasına necə təsir göstərəcək? Təşəkkür edirəm. Məncə, bu çox vacib sualdır. Çünki əgər biz sizinlə ümumiyyətlə baxsaq bu 30 ildən çox bir dövr ərzində, əlbəttə ki, Azərbaycan və Ermənistan arasında belə baxsaq, birbaşa əlaqələr yox idi. Çünki belə baxanda hər iki ölkə bir-birinə müharibə vəziyyətində idik. Yəni, belə baxsaq, onlar bizim əramimizi işğal eləmişdilər və biz də bu ilə heç cür razılaşmırdıq. Və sonda əlbəttə siz qeyd etdiyiniz kimi 44 günlük müharibə nəticəsində və sonra antiterror əməliyyatı nəticəsində reallıqlar tamamilə dəyişdi. Və bu istiqamətdə əgər biz baxırıqsa, əlbəttə bugünkü reallıqda məhz Vaşinqton sammitindən sonraki 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirildi, məhz Ağ Evdə. O doğrudan sammitdən sonra regiona tamamilə yeni bir, mənə elə gəlir ki, biz əgər baxırıqsa ümumiyyətlə normallaşma prosesindən yeni bir mərhələ başladı. Yəni, o mərhələ nədən ibarətdir? Əgər ona qədər də biz götürsək, məsələn, martda hər iki dövlət başçısı tərəfindən və eyni zamanda nümayəndələr tərəfindən deməli, o mətn ki, biz deyirik, sülh sazişi mətni razılaşdırılmışdı. Ancaq məhz Vaşinqtonda həmin o sənəd paraflaşdırıldı. Bu birinci vacib məsələ idi və eyni zamanda artıq məhz ABŞ prezidenti Donald Trump'ın iştirakı ilə və şahidliyi ilə həmin o ümumi deməli deklarasiya ki, qəbul eləyəndən sonra orada bir sıra bax, məhz sülhə doğru getmək üçün növbəti addımlar da öz əksini tapdı. Və bunun elə bir o kontekstdən biz baxırıqsa, məhz bu ölkələr arasında Azərbaycan və Ermənistan arasında kommunikasiyaların yaradılması kontekstində məhz cənab prezidentin Astanada yadınızdadırsa görüşü zamanı Astanada həmin o deməli iki tərəfli görüş idi Azərbaycan prezidenti və Qazaxıstan prezidenti arasındakı orada həmin o mətbuat konfransında cənab prezident o vaxt elan etdi ki, bəs Azərbaycan öz ərazisindən artıq ərzaq mallarının ümumiyyətlə tranzitin Ermənistana deməli əvvəlcədən qoyulan bütün məhdudiyyətləri artıq ləğv edir və artıq bütün mallar, belə götürsək yüklər və s. Azərbaycan arasından keçərək Gürcüstan və sonra da Ermənistana gedə bilər. Bu özünə görə çox güclü bir, mənə elə gəlir, əgər biz ümumiyyətlə kommunikasiyaların açılmasından danışırıqsa, vacib, çox prioritetli bir istiqamət idi və o istiqamət çərçivəsində də götürsək, ilk dəfə siz qeyd etdiyiniz kimi, əvvəl noyabrın 6-sında Rusiyadan taxıl
birbaşa Azərbaycan ərazisindən keçərək Ermənistan ərazisinə daxil oldu. Sonra ayın 8-də artıq Qazaxıstandan göndərilən taxıl yenə Azərbaycan ərazisindən keçilərək Ermənistana çatdı. Yəni keçən ay bax belə götürsək taxılla bağlı və eyni zamanda Rus tərəfdə qeyd edir ki, bu davam eləyəcək. Hətta yanvarda da onlar yeni taxılla bağlı ərzağı yenidən Ermənistana göndərməyi planlaşdırırlar və bu mənada o proses davam edəcək. Eyni zamanda mən əminəm ki, Qazaxıstan da burada maraqlıdır, çünki onların da daxili var. Və ikinci addım kimi... Cənubi Qafqazla Mərkəzi Asiya arasında bir körpü yaranır. Bəli, tamamilə ödür. Və ikinci, indi siz qeyd etdiyiniz neft məhsulları ilə bağlı da bu tamamilə ikinci vacib bir, mənə elə gəlir, istiqamətdir. Məhz bu kontekstdəki kommunikasiyaların açılması baxımından yenə də bu Azərbaycan ərazisindən Gürcüstandan keçərək Ermənistana neft məhsullarına və konkret benzinin ayı 95-in, bu da yüksək səviyyəli belə baxsaq, benzindir ki, bu məhz minik maşınlar üçün artıq istifadə olunur. Bunun da ora çatdırılması və ayın 19-u artıq o Ermənistana çatıb dekabrın, bu da onu göstərir ki, bu artıq yenə də biz qeyd etdiyimiz həmin o istiqamətdə görülən real işlərdir. Yəni, burada biz ancaq bəyanatlardan danışmırıq, ancaq hansısa bir ideyalardan danışmırıq, artıq praktik addımlardan danışırıq. Ona görə bu çox müsbət hal kimi qiymətləndirilməlidir. Elçin müəllim, ardıcıl olaraq Azərbaycan tərəfi real addımlarla çıxış etdi. Ərzaq məhsullarının çatdırılması və növbəti addım olaraq neft məhsullarının çatdırılması. Biz üçüncü addım olaraq nəyə görə biləcəyik? Bundan sonraki proseslər necə cəryan edə bilər və Ermənistanın addımları nədən ibarət olacaq? Təşəkkür edirəm. Azərbaycanın atdığı addımlar sadəcə Azərbaycan tərəfindən müstəqim şəkildə atılmış addımlar deyil. Bunlar Ermənistana əvvəlcədən xəbərdarlıq edildikdən və müəyyən razılaşdırma, kommunikasiyalardan sonra edilmiş qərarlar və həyata keçirilmiş tədbirlərdir. Tədbirlər planı genişdir. Bundan sonra sərnişin daşımaları, yük daşımaların logistikasının ən geniş çeşidləri, yəni adi dövlətlər arası və tranzit yük daşımalarda nə daşınırsa, onlar daşınmağa başlayacaq. Ermənistanın atacağı addımlar o qədər də önəmli deyil. Əsas önəmli olan bizim attığımız addımlardır. Amma onlardan da biz adekvatlıq gözləyirik təbii ki. Təbii ki, adekvatlıq olacaq. Necə qiymətləndirmək burada bilirsiniz, burada ping-pong, siyasi ping-pong deyil. Biz bunu etdik, siz bunu etməlisiniz məsələsidir. Bu məsələyə gəlin bir qədər geniş aspektdən baxaq. Məsələ burada egoizm və siyasi egocentrizmə yer olmamalıdır. Nə biz tərəfdən, nə Ermənistan tərəfdən. Məsələ nədən ibarətdir? Cənubi Qafqaz artıq 318 ildir ki, böyük dövlətlərin siyasi oyun taxtasına çevrilib. Zbigniew Brzezinskiyə şamil edilən böyük şahmat taxtası ola bilər, amma biz buna balaca sətranc taxtası da deyə bilərik. Qısa desəm, nə qədər ki, Azərbaycan və Ermənistan arasında razılaşdırılmamış məsələlər, problemlər, anlaşılmazlıq, Ermənistanda revanşizm, qisasçılıq hissləri, Ermənistanın xaricdəki erməni cəmiyyətinin diasporundan asılı olması, Ermənistan kilsəsindən və Ermənistan daxilində Rusiyanın maliyyələşdirdiyi qüvvələrdən istifadəyə rəvac verilməsi olacaqsa, Ermənistan təhlükəsiz ölkə olmayacaq. Ermənistan ümumiyyətlə, İngilislərin bir sözü var, failed state, itirilmiş dövlət ola bilər. Və bizim Ermənistanla münasibətləri normallaşdırmaq istəyimiz nə humanizmdir, nə şəfqətdir. Bu mənəvi emanasiya, mənəvi kateqoriyalar. Təbii bu da var, amma siyasətdə bu olmur. Siyasətdə rasional və praqmat düşüncə olmalıdır. Nədir bizim praqmat mövqeyimiz? Azərbaycan və Ermənistan arasında nə qədər münasibətlər pisdirsə, hər iki ölkəyə xaricdən sürəkli və arası kəsilməz təzyiq cəhdləri davam edəcək. Nə qədər ki, bizim ölkələr arasında münasibətlər normaldır, bizə kimsə kənardan təsir edə bilməyəcək. Misal, Azərbaycan-Gürcüstan münasibətləri normaldır, kənar müxtəlif mediasiya, müxtəlif moderasiya, müxtəlif vasitəçilik adı altında cəhdlər yoxdur. Azərbaycan-Türkiyə münasibətləri, Azərbaycan-İran münasibətləri iki tərəfli qaydada tənzimlənir və Ermənistanla bu münasibətlərimiz bu cür tənzimlənməlidir. Digər tərəfdən, birinci yükün buğdadan, ikinci yükün benzindən ibarət olması həm də dərin simvolizmdir. Siyasət simvolizmlərlə doludur və əslində siyasət simvolizmlərdən ibarətdir. Buğda yükünü biz niyə göndərdik və benzini niyə göndərdik? İlk olaraq dəmir armatur da ola bilərdi, sement da ola bilərdi, taxta şalban da ola bilər. Məsələ burasındadır ki, Ermənistanın yanacaq paylama
şəbəkəsi bütünlüklə Rusiyanın nəzarətindədir. Ermənistanın taxıl, buğda və gündəlik tələbat malları ixracı, ticarət dövriyyəsi və tədavülündə də Rusiyanın payı çox böyükdür. Rəqəmlərə nəzər salsaq, 2020-ci ildə Ermənistan və Rusiya arasında ticari dövriyyə 2,1 milyard dollar idisə, 2024-cü ildə bu rəqəm 11,7 milyard dollara çatdı. Təbii ki, burada paralel ixrac, paralel idxal, reeksport, Rusiyanın sanksiyalarını yayma və s. öz rolunu oynayır. Bu süni şişirdilmiş bir rəqəmlərdir. Amma biz Ermənistana təklif edirik ki, doping sistemli iqtisadiyyatdan geri çəkilərək, hər hansı bir voluntarist və yaxud da paternalist addımlar atmayaraq normal iqtisadi əlaqələrimiz olmalıdır. Elçin müəllim, qeyd etdiniz, yəni kənar oyunçuları uzaqlaşdırmaq üçün yetərli qədər bu addımların öz vacibliyi var. Necə düşünürsünüz? Yəni Azərbaycanın atdığı bu addımlar Ermənistanla etimad mühitinin möhkəmlənməsi yetərlidirmi? Yox, kənar qüvvələri dəf etmək üçün. Bunlar yetərli deyil. Kənar qüvvələr, əgər siz düşünürsünüzsə ki, bundan sonra sakitləş, qətiyyən Azərbaycanı qarşıda daha ciddi risklər və daha ciddi çağırışlar gözləyir. Birincisi, Türkiyə ilə olan qardaşlıq münasibətlərimiz Avropa, Qərb və xüsusilə uzaq şərq, Cənub-Şərqi Asiya tərəfindən Türkiyənin Cənubi Qafqaz subregionunda möhkəmlənmə cəhdi kimi qəbul edilir. Ona görə buna hazır olmalıyıq. İkincisi, İranla münasibətlərimizin normallaşması bir sıra müsəlman dövlətləri tərəfindən xoş qəbul edilmir. Çünki İranla münasibətlərin gərginliyi həm Tehran, həm Bakıya təsir rıçaqlarını bazasını, element bazasını qüvvədə saxlayırdı. Amma bütün bunlara rəğmən Ermənistanın indiki hakimiyyəti özünü qorumaq üçün, özünü müdafiə instinktindən çıxış edərək anlayır ki, onun təhlükəsizliyini Türkiyə və Azərbaycan təmin edir. Yerdə qalanlar dağıdıcı qüvvələrdir. Yəni siyasətdə Winston Churchill'in bir sözü vardı, playmaker. Yəni Azərbaycan oyun qurandır, oyun dağıdan deyil. Və buna görə də Ermənistan, mən əminəm ki, buna müvafiq addımlar atacaq. Söhbət nədən gedir? Siz sualınızın birinci hissəsində soruşdunuz. Birinci, dövlətlərimiz arasında şərti dövlət sərhədinin delimitasiya və demarkasiyası mütləq sürətlənəcək. Çünki bu yoxdursa, bu sərhəd deyil, bu frontirdir, cəbhə xəttidir. Elan edilməmiş müharibədə tərəflərin təmas xəttidir. Və təmas xətti olduğuna görə Azərbaycanda da bu fikirlər səslənir ki, 30 kilometr dərinliyə qədər biz atəş məsafəsi deyirlər. Buna təhlükəsizlik buferi yaratmalıyıq. Bu, Ermənistanda revanşist qüvvələrin güclənməsinə xidmət edən məsələdir. Təsadüfi deyil ki, Ermənistanda məhz həmən revanşizm ruhlu qüvvələr güya Azərbaycan tərəfdən Masis rayonunun atəşə tutulması haqqında fake yaymışdılar. Bu fake'lər davam edəcək. Hibrid savaş davam edəcək. Kimsə bu savaşı ləğv etməyib. Müxtəlif saxta informasiya vasitələri, saxta süni intellektdən istifadə edilməklə bəyanatlar, bunlar hamısı səslənəcək. Lakin sonda mən nə demək istəyirəm? Hər bir kimyəvi prosesin tərkibində iki hissə var. Diffuziya və inhibisiya. Biz Azərbaycan siyasətini regional siyasətə diffuziya etmişik. Həmişə bizə deyirlər reallıqlarla barışın. Niyə cənab prezident deyir biz yeni reallıq yaratdıq? Çünki biz vadar elədik o qüvvələri ki, indi siz bizim reallığımızla barışın. Demirdiniz barışaq, buyurun gəlin barışaq. Həmən məsələdir, adekvat olmaq lazımdır. İkincisi, biz bir dəfəlik başa düşməliyik ki, hamı bizi sevmək məcburiyyətində deyil. Bizim bir neçə dövlətdən başqa, bütün dövlətlərlə münasibətlərimiz maraqlar çərçivəsində, maraqlar kontekstində olur. Bizim dostlarımız azdır, yerdə qalanlar maraqlarımızdır. Bitdi. Bir qədər soyuqqanlı olmalı və siyasətdə o emosional tərkibdən qurtulmalıyıq. İqtisadi imkanların genişləndirilməsinə söhbət regiondan gedir, iki ölkədən yox. Necə təsir göstərəcək neft məhsullarının Ermənistana göndərilməsi və xüsusilə də iqtisadi kommunikasiyaların genişləndirilməsinə, Zəngəzur dəhlizinin bundan sonraki proseslərinə necə təsir göstərəcək? Əslində 44 günlük müharibədən sonra ən önəmli məsələlərdən də biri iqtisadi əlaqələrin və iqtisadi kommunikasiyanın qurulmasıdır. Mən düşünürəm ki, ümumiyyətlə siyasi mövzuların danışılmasının fundamentində mütləq iqtisadi maraq durmalıdır. Əgər dövlətlər arası iqtisadi maraq yoxdursa, siyasi həllər və siyasi danışıqlar və siyasi müzakirələrin aparılması da
müəyyən mərhələyə qədər nəticəsiz ola bilər. Və bu kontekstdə mən görürəm ki, ümumiyyətlə Ermənistanla Azərbaycan arasındakı dövlətlərarası əlaqələrin qurulmasının elə birinci əsas səbəblərindən biri də iqtisadi maraqların qorunmasıdır. Çünki Ermənistan özü maraqlıdır ki, ətrafda baş verən iqtisadi proseslərdən yararlansın. Çünki ətrafında Türkiyə var, Azərbaycan var, Gürcüstan var və onun bu dəqiqə dəstəkləyici qüvvəsi olan Rusiya və eyni zamanda müəyyən iqtisadi təşəbbüsləri irəli sürən İran var. Və bu istiqamətdə görürük ki, artıq gedişat onu göstərir ki, Avropa-Asiya arasındakı mərkəzi rolu oynayan, xüsusən də nəqliyyat və transport sahəsində Azərbaycanın yararlanacağı iqtisadi dividendlərdən ən azından müəyyən qədər pay ala bilər. Və Ermənistan bu maraqları artıq özlərində müzakirə edirlər və düşünürlər ki, sülhün də elə təməlində bu iqtisadi maraqlar durmalıdır. Və biz sülh bağlamalıyıq və bu iqtisadi dividendlərdən yararlanmalıyıq. Çünki Azərbaycan hətta bu Vaşinqton sammitindən öncəki müzakirələrdə də bir daha müəyyən təkliflər irəli sürdü ki, Zəngəzur dəhlizi açılmasa belə bizim alternativlərimiz var. Biz istənilən halda orta dəhliz, Asiya ilə Avropanı birləşdirən nəqliyyat dəhlizi və transport hubunu formalaşdıracağıq. Və bu alternativlər əslində biraz özlüyündə Ermənistanı təşvişə saldı. Həm maraq olaraq Ermənistandan yan keçə biləcək və Ermənistan ortada qalacaq, iqtisadi layihələrin ortasında qalıb heç bir fayda əldə etməyəcək tərəfi var idi, opsiyonu var idi. Digər opsiyonu isə bu müqavilələrdən sülh müqaviləsinə bağlayıb Azərbaycan Türkiyə ilə həm iqtisadi, həm siyasi münasibətləri tənzimləyib bu proseslərdən yararlanmaq var idi. Və təbii ki, Ermənistan doğru addımı atdı ki, Azərbaycanla sülh yolunda münasibətlərin artırılması istiqamətində prosesləri sürətləndirmək üçün qərar verdi və iqtisadi faydalardan yararlanmağa qərar verdi. Əslində, taxılın göndərilməsi, neft məhsulunun, benzinin göndərilməsi özü bir mesajdır. Bu mesaj onu deyir ki, mən təkcə sənin iqtisadi marağını yox, həm də qitə üzərində qurulan iqtisadi proseslərdən yararlanmağı təklif edirəm. Əslində Azərbaycan, bəli, sən bunu qəbul edəsən, bu sülh bağlansa, nəinki Azərbaycan üzərindən, çünki Rusiyadan da gələn taxıl, Qazaxıstandan gələn taxıl, eyni zamanda digər Asiya ölkələrindən gələn məhsulların Ermənistana çatdırılması və s. Nəinki mən bunu sənin öz iqtisadi potensialın çərçivəsində lazım olan məhsulların sənə çatdırılmasını təmin edirəm. Eyni zamanda beynəlxalq layihələrdə sənin hansısa bir faydanın olmağını istəyirik. Və bu istiqamətdə düşünürəm ki, Azərbaycanla Zəngəzur dəhlizi vasitəsilə orta dəhlizin yekunu olaraq Zəngəzur dəhlizi vasitəsilə Asiyadan birbaşa olaraq Avropaya gedən nəqliyyat layihəsində Ermənistan maraqlıdır. Və ona görə maraqlıdır. Əslində, burada bir çox dövlətlər maraqlıdır. Baxsaq, görərik ki, Cənab Prezidentin Çinə bir neçə dəfə səfəri, eyni zamanda Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlığın qurulması, burada gömrük sistemlərinin eyniləşdirilməsi, hətta dövlətlərarası iqtisadi təşəbbüslər fonunda hansısa... Sözünüzə qüvvət, Mərkəzi Asiya dövlət başçılarının 7-ci Məşvərət Şurasında dövlət başçımızın məhz nəqliyyat kommunikasiyalarının genişləndirilməsi regionu üçün nə dərəcədə vacibdir? Bununla bağlı fikirlər səsləndirmişdi. Gəlin onu izləyək, sonra siz fikirlərinizi davam edərsiniz. Сегодня Азербайджан и Центральная Азия являются связующим звеном, связующим мостом между Востоком и Западом, Севером и Югом. Развитие среднего коридора имеет стратегическое значение для наших стран. Совместные усилия по модернизации транспортной и логистической инфраструктуры, синхронизация и цифровизация таможенных процедур открывают широкие возможности для увеличения объемов грузоперевозок, укрепления экономической устойчивости и расширения взаимодействия на международных рынках. За последние 3 года грузоперевозки по среднему коридору через Азербайджан увеличились на 90%. Время в пути по коридору значительно сократилось. Международный порт Алят, пропускная способность которого в ближайшие годы достигнет 25 миллионов тонн в год, железная дорога Баку-Тбилиси-Карс, 9 международных аэропортов, крупнейшая грузовая авиакомпания региона и другие факторы превратили Азербайджан в один из международных транспортных узлов.
Убежден, что достигнутые в августе этого года в Вашингтоне договоренности по соединению основной части Азербайджана с его Нахчеванской автономной республикой будут содействовать расширению транзитных возможностей для международных перевозок. Строительство Зангезурского коридора на территории Азербайджана близится к завершению. С пропускной способностью в 15 миллионов тонн на начальном этапе эта железная дорога станет важной артерией среднего коридора. Также близится к завершению и строительство автомагистрали, которая будет частью Зангезурского коридора. Bəli, Elmir müəllim, və xüsusilə də neft məhsullarının Ermənistana çatdırılması ilə bağlı atılan addımı, TRIP layihəsinin, Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan cəmiyyətini bir hazırlıq prosesi kimi qiymətləndirmək olarmı? Əslində hazırlıqdan ötə belə deyək, önəmli olan o layihənin, o prosesin, o təşəbbüsün reallığını və önəmini göstərməkdir. Burada belə deyək, Çindən bu dəqiqə fərqli alternativ yollarla Avropa ölkələrinə çatdırılan məhsulların bir maliyyəti və maya dəyəri və eyni zamanda nəqliyyat xərci və eyni zamanda bir müddəti var. Orta dəhliz vasitəsilə, Zəngəzur dəhlizi vasitəsilə bu həm müddəti olaraq azalacaq, həm maliyyə olaraq azalacaq və bu ona görə həm Mərkəzi Asiya ölkələrinin, həm Çinin, həm Avropanın, həm Azərbaycanın, həm Türkiyənin bir çox dövlətlərin marağındadır ki, bu dəhliz vasitəsilə bütün proseslər dəyişilsin. Və Azərbaycan israrlı olaraq bu prosesin Azərbaycandan davam etməsini istəyir. Amma təbii ki, ortada bir əngəlimiz var idi. Zəngəzur məsələsi, Ermənistandan keçən xəttimiz var. Və bu xəttin olması birbaşa olaraq Ermənistana əslində başa salmaq niyyətimiz odur ki, səndən də bu proses, bu layihənin, bu nəqliyyat dəhlizinin keçməsi əslində sənin özünə faydalıdır, sənin büdcənə faydalıdır, sənin iqtisadiyyatına faydalıdır, sənin gömrük sisteminə faydalıdır, sənin dövlətlərlə aranda olan iqtisadi əməkdaşlıq üçün faydalıdır. Və bütün bu proseslərin hamısında düşünürəm ki, bu günləri nəqliyyat dəhlizi vasitəsilə birbaşa olaraq həmin neft məhsullarının, benzinin və eyni zamanda taxılın digər ölkələrdən Ermənistana ötürülməsi birbaşa sübut etməyə çalışır ki, baxın, mərkəzdə mən dayanmışam, hər şey məndən asılıdır, hər şeyi mən dikt eləyirəm, sən mənimlə barışmalısan, sülh çərçivəsində fəaliyyət göstərməliyik, əməkdaşlıq eləməliyik. Və düşünürəm ki, Ermənistan gecə tezi bu addımı seçəcək, bu yolu seçəcək. Təbii ki, Zəngəzurun bildiyiniz kimi artıq Zəngilana qədər olan qismində bütün həm yol nəqliyyat, həm dəmir yolu xətləri artıq demək olar ki, hazırdır və artıq digər proses ortada səhv eləmirəmsə 45 kilometrlik bir məsafə qalıb Ermənistan ərazisindən keçən. O prosesin həll olunması gözlənilir və düşünürəm ki, Ermənistan bu prosesi sürətlənməlidir ki, artıq o yol və dəmir yol xətti çəkilsin ki, layihə öz işini başlasın. Və bu addımın da davamı olaraq düşünürəm ki, nəinki nəqliyyat sahəsində, eyni zamanda digər sahələrdə də artıq Ermənistan maraqlı olacaq ki, Azərbaycanla ixrac əməliyyatlarını həyata keçirsin, ticari əməliyyatları həyata keçirsin. Hətta gələcəkdə ola bilər Azərbaycan Ermənistana müəyyən yatırımlar və investisiyalar da edə bilər və bu proseslər əslində iki dövlət arasındakı həm siyasi, həm sülhün tənzimlənməsi, həm də iqtisadi tərəfdaşlığın qurulması üçün bir zəmin yaradacaq. Bəli, artıq Amerika Birləşmiş Ştatları ilə də Ermənistan arasında ilkin görüş keçirilib və bugün də Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Amerika Birləşmiş Ştatları arasında bu proseslər müzakirə olunur, xüsusilə də iqtisadi, nəqliyyat, kommunikasiyaların genişləndirilməsi. Gülşən xanım, təbii ki, sülh mühitinin möhkəmləndirilməsi Azərbaycanın təşəbbüsləridir və bu təşəbbüsləri Azərbaycan ələ alıb. Ermənistan tərəfindən bu maraqları necə görmək olar? Həqiqətən də sülhə xidmət edir bu maraqlar, yoxsa Ermənistanda qarşıda seçkilər var və Paşinyanı böyük bir rəqabət meydanı gözləyir? Çünki nəzərə alsaq ki, Rusiyanın da müdaxilələri var Ermənistandakı seçkilərə, prosesləri qabaqlamaq üçün, cəmiyyətləri hazırlamaq üçün atılmış bir addım hesab etmək olarmı Ermənistan tərəfindən də? Çünki alqışla qarşılanıb Azərbaycanın bu addımı. Necə düşünürsünüz? Necə təsir göstərəcək bu etimad mühitinin qurulması istiqamətində atılan addımları erməni cəmiyyəti necə qarşılayacaq? Paşinyan da elə tələsik öz təşəkkürünü Avrasiya İqtisadi Forumundan bildirib Azərbaycana. Bəli, mən razıyam ki, bu əlbəttə ki, bu mən əvvəlcədən qeyd etdiyim kimi, bu yeni
və tamamilə Ermənistan cəmiyyəti, elə bəlkə bizim özümüzün də cəmiyyətimiz üçün yeni bir istiqamətdə inkişaf elə bir ki, biz hal-hazırda görürük. Yəni, belə də indiyə kimi uzun bir dövr ərzində bu iki cəmiyyət, yəni müharibə elə bir şəraitində olduğuna görə bu cür addımlar da atılmayıb heç vaxt belə baxanda. Ona görə də bugünkü reallıqda bu addımların atılması, məsələn, tranzitin ləğv edilməsi və bu mənada bizim ərazidən artıq, daha doğrusu, əvvəl var idi müəyyən məhdudiyyətlər, onların aradan götürülməsi, bu artıq yeni iqtisadi baxımdan inkişaf üçün perspektivlər gətirir. Və bu yeni perspektivlər mənə elə gəlir Ermənistan cəmiyyəti üçün əlbəttə hələ ki çox yenidir. Onlara mən razıyam Elçimənimlə ki, burada müəyyən dövr lazımdır ki, onlar bunu tam mənada dərk eləyə bilsinlər. Çünki onlar hələ də buna inanmaya bilərlər, nə üçün bu baş verir. Amma bu dəfə erməni cəmiyyəti bir qədər adekvat qarşılayır. Çünki ərzaq yüklərinin göndərilməsinə müxtəlif reaksiyalar var idi. Hətta niyə Azərbaycandan bunu qəbul etmişik, niyə ikinci növ onun qəbul olunması və müxtəlif həqiqətən də yanaşmalar var idi. Bu dəfə yanaşma bir qədər susqunluqla razılığı bildirir. Ola bilər. Ancaq yenə bu yavaş-yavaş artdıqca bax bu təmaslar, bu əlbəttə ki, müsbət bir təsir edəcək o cəmiyyətdə də. Ancaq biz başa düşməliyik ki, o biri tərəfdə, mən sizdən tam razıyam ki, hələ qarşıda Paşinyan iqtidarını qarşıdan gələn parlament seçkilərində qələbə çalmaq vacibdir onun üçün, olduqca vacibdir. Və bu bizim tərəfdən atılan bu addımlar əlbəttə onun elə bir ki, seçki kampaniyası üçün müsbət bir hallar gətirməkdədir də, belə baxsaq. Çünki bir tərəfdən, məsələn, əgər götürsək radikal müxalifatı, məsələn, götürək revanşistləri, məsələn, Koçaryan kimi insanları və ya məsələn, Sarkisyan kimi, ya başqaları Rusiya yönlü qüvvələr üçün. Əlbəttə ki, onlar istərdilər ki, belə addımlar olmasın. Yəni, bu cəmiyyətlərdə bu yaxınlaşma, normallaşma istiqamətində addımlar aparılmasın. Ona görə bu addımlar bir tərəfdən əlbəttə ki, Paşinyan iqtidarı üçün müsbət qarşılamalıdır. Ona görə də o qiymətləndirir. Siz qeyd etdiyiniz kimi, o dünən deyəsən çıxışında, bax bu məsələni də qeyd etdi Avrasiya İqtisadi Şurasının həmin o deməli iclasında və cənab prezidentə də öz minnətdarlığını bildirdi ki, çox sağ olun ki, bu mümkündür artıq və biz iqtisadi baxımdan artıq iki ölkə arasında öz münasibətlərimizi də get-gedə inkişaf etdirə bilərik. Yəni, bu müsbətdir. Ancaq biz eyni zamanda başa düşməliyik ki, bu vəziyyətdə Ermənistan iqtidarı eyni zamanda həm Rusiya tərəfdən, həm də ola bilsin ki, başqa qüvvələr tərəfdən müəyyən baskılarla qarşılaşa bilər seçkilər dövründə. Və bu mənada müxtəlif qüvvələr həm xaricdən, həm içərdən ona qarşı mübarizəni artıra bilərlər. Məsələn, bir tərəfdən kilsənin biz bilirik, o proses hələ də qutarmayıb, o proses qarşı durma ölkənin içərisində davam edir. O biri tərəfdən müxalifatın özünün məhz iqtidara qarşı apardığı fəaliyyət və bu mənada bu hələ də özünə görə daha inkişaf edə bilər qarşıdan gələn aylarda. Üçüncü tərəfdən Rusiya yönümlü qüvvələrində orada get-gedə daha əhali arasında deməli, Paşinyan iqtidarına qarşı mənfi istiqamətdə fəaliyyətini apara bilərlər. Və bütün bu məsələlər əlbəttə gündəmdədir və mənə elə gəlir ki, bunu biz başa düşürük. Ancaq eyni zamanda burada ən müsbət cəhət odur ki, bu proseslərin, bu normallaşma prosesi, bu sülh gündəliyi mənə elə gəlir hər iki dövlət başçısı tərəfindən davam etdirilir və bu çox müsbət bir haldır. Yəni, bu ancaq eyni zamanda liderlər tərəfindən yox, həm də xalqların da bir-birinə yaxınlaşması. Qəbələdə artıq bir görüş olmuşdu, yeri gəlmiş ki, bu neft məhsulları ötürülməsi həmin vaxt qəbul olunur. Məsələn, o çox yaxşıdır ki, onlar bizim, eyni zamanda, məsələn, götürsək, yadınızdadır, qeyri-hökumət təşkilatları, eyni zamanda beyin mərkəzləri, media nümayəndələrinin görüşləri Ermənistanda və Azərbaycanda. Bu da özünə görə yaxşı addımlardır ki, artıq xalqlar arasında bu görüşlər gedir. Eyni zamanda mən sizə bir şey də deyim ki, məsələn, biz parlament nümayəndəsi olaraq da Azərbaycan və Ermənistan nümayəndələri, məsələn, İstanbulda ATƏT-in deməli,
növbəti onların deməli sammitində də ən azı özümüz ayrıca bir görüş də o vaxt keçirdik. Yəni o da mediaya yayımlandı o məlumat ki, bu da müsbət bir addımdır. Yəni ən azı ölkələr tərəfindən müxtəlif segmentlərdə götürülsə, cəmiyyət baxımından, dövlət başçıları tərəfindən artıq müəyyən addımlar atılır. Yəni siz həm də bir beyin mərkəzinin, strateji araşdırmalar mərkəzinin rəsmisi olaraq da hesab edirsiniz, alqoritmlərlə hesablamalar aparılır. Erməni cəmiyyəti böyük sülhə tam hazırdır. Bütün cəmiyyət yox, ancaq cəmiyyətin müəyyən ola bilsin hissəsi ki, əlbəttə ki, onlar başa düşürlər, əgər pragmatik düşünürlərsə. Pragmatik düşünmə nə deməkdir? Bayaq Elçin müəllim onu da dedi. Pragmatik düşünmə o deməkdir ki, məsələn, indi deməli, götürürüksə Paşinyan iqtidarı yeni bir ideologiya ortaya qoyur. Yəni, real Ermənistan. Real Ermənistan bugünkü reallıqda öz sərhədləri çərçivəsində, yəni beynəlxalq səviyyədə artıq tanınan o sərhədlər çərçivəsində öz münasibətlərini qonşuları ilə qurmaq istəyir. Birinci tərəfdən Azərbaycan və ikinci tərəfdən Türkiyə. Çünki bu iki dövlətlə bunların münasibətləri indiyə kimi qurulmuyor. Ona görə bu real və normal bir siyasət həyata keçirtmək istəyir. Digərləri belə düşünmür daxı indiyə qədər. Bunların daha çox tarixi Ermənistan, nə bilim, mifoloji düşüncələr əsasında Ermənistan dövləti onların fikrincə hansısa neçənci əsrlərdən əvvəl nə vaxtsa onlar olub belə bir dövlət, onu yaradırlar, onun əsasında nəsə bir xülyalar əsasında dövlət qurmağa çalışırlar və s. Yəni, burada problem odur ki, əlbəttə ki, əgər siyasətçi pragmatikdirsə və düşünürsə ki, bugünkü reallıqda bu Ermənistan dövlətinin gələcək 10 illiklərdə normal inkişaf etməsi üçün burada əlbəttə ki, o əvvəllər yaradılmış mifləri qırmaq lazımdır. Bu da asan şey deyil. Ona görə də mənə gəlir, hələ Paşinyan iqtidarı çox çalışmalı olacaq ki, əgər o hakimiyyətdə qalsa belə, o miflərin dağıdılması istiqamətində hələ müəyyən dövr onun hansısa bir məqsədyönlü siyasəti olduqca vacibdir. Paşinyanı hansı sürprizlər gözləyir Elçin müəllim və nəzərə alsaq ki, biz Rusiyadan Ermənistandakı revanşistlərə kifayət qədər dəstək var, hətta seçki öncəsi sürprizlər gözləyir deyənlər də var. Digər tərəfdən Avropa İttifaqı ilə Ermənistan arasında bu yaxınlarda imzalanan sənəddə məhz Qarabağ erməniləri məsələsini yenidən gündəmə gətirənlər var. Necə düşünürsünüz? Bax, bu təzadların arasında Ermənistan real addım atmağa, sülhə addım atmağa hazır görünürmü? Ermənistan sülhü niyyətlidir. Ümumiyyətlə sülhə təhdidlər var. Ermənistan sülhə, Ermənistan, yəni ümumiyyətlə mən həmişə bu kollektiv şuur sözünün qəti əleyhdarı olmuşam. Ermənistan çox homogen deyil, heterogendir. Ermənistanda hər cür insan yaşayır və orada son rəy sorğularına mən açığı inanmıram, çünki bunlar sublimasiyadır, rəy sorğusu deyil. Amma istənilən halda ümid edirəm ki, Ermənistanda heç olmasa 1000 nəfər sülh istəyir. Hər halda 1000 olmaq istəyirəm mən. Məsələ nədən ibarətdir? Ermənistan düşüncəsi, ermənilik özü stigmatik düşüncədir. Ermənistan həmişə bir qədər siyasi və mənəvi mazoxizm üzərində köklənib. Onların şifahi xalq ədəbiyyatı, bədii ədəbiyyatı, onların incəsənəti, yəni bu mazoxizm nədən ibarət? Biz əzabkeş millətik. Onların o böyük Ermənistan, Meçhayrenik və yaxud da Hayot Aşxar və yaxud Hayastani İşxanotun deyilən şeylər, onlar hamısı mifologiya. Və bu insanlar miflərə inanıblar. Məsələn, sanskritdə olan o Bhagavad Gita mifləri olan kimi, Shri Upanishadda olan kimi və digərlərində olan. Bunlar da Shri Upanishadın yeni formasiyasıdır. Birinci mif odur ki, biz qətiyyən, amma qətiyyən düşünməməliyik ki, yaxın 5 ilə 10 ilə Ermənistan birdən-birə transmutasiya edəcəklər, transformasiya edəcəklər, sülhə meyil olacaq. Xeyr. Əsrlər boyu beyinlərə mismarla, mıxla vurulmuş ehkamlar 5-10 il ərzində beyindən çıxa bilməz. İkinci məsələ ondan ibarətdir. Xarici təsirlər. Bunu çox axtarmaq lazımdır. Hər şey üzdədir. O fransızların bir sözü var ki, nəyisə gizlətmək istəyirsənsə onu üzdə qoy, ortada qoy, tapılmayacaq. Rusiyada güya öz təsirini olmadığını deyir, amma gəlin baxaq. Rusiya Pravoslav Kilsəsinin Azərbaycandakı nümayəndəliyi yeparxiya adlanır. Ona arxiyepiskop rəhbərlik edir. Amma Ermənistan, Belarus, Ukrayna, Moldovadakı metropoliya adlanır, o mitropolit rəhbərliyi edir. Rus Pravoslav Kilsəsində qərblər buna sxizmat deyirlər, olsun. Amma Pravoslav Kilsəsində Nikey toplantısından sonra Bizansdan bu yana bir anlayış var. Yeparxiya
kənar dövlətdədir. Metropoliya isə bizim ərazimizdir. Anlayırsınızmı fərqi? Yəni onlar Moldovanı və Ermənistanı öz ərazilər sayırlar pravoslavlıqda. Halbuki bu Qırqaryan kilsəsidir. Digər bir tərəfdən eyni ilə Moldovadakı ssenari Ermənistanda təkrarlanır göz qarşısında. Moldovada İlan Şoridi, Ermənistanda Samuel Karapetyandır. Moldovada 50 dollar verib səs verməyə dəvət edirdilər. Ermənistanda bu məbləğ 25 dollardır. Və yaxud 2 kilo qarabaşaqdır, 1 kilo düyüdür, 1 kilo şəkərdir və s. Və Ermənistanın yaxın müddət ərzində düşünərək ki, Azərbaycanla gəlin sülh quraq, yox, bilirsiniz, o Çingiz Aytmatovun əsərində olan manqurt kimi olmamalıyıq. Biz unutmamalıyıq ki, Ermənistan həmişə sülhdən danışaraq anti-sülh ritorikasını öz daxilində saxlayır. Biz bunu unutmamalıyıq. Amma sülh olmalıdır. Mütləq. Belə davam etməməlidir. Niyə belə davam etməməlidir? Az öncə dedim. Bununla bağlı biz ayıq-sayıq olmalıyıq. Biz bilməliyik ki, ermənilərlə birgə yaşam mümkün deyil. Ermənilərlə yanaşı yaşam mümkündür. Çünki bunlar fürsət gözlü, fürsətçildir. Əgər bunlar hiss etsələr ki, Azərbaycan zəifləyib, Azərbaycanda yenə o psevdo-xalq diplomatiyası irəli sürülür. Çünki bir ara bilirsiniz ki, Azərbaycanda bu təşəbbüslər olmuşdu və xalq diplomatiyası gözəl şeydir. Amma onu işi bilməyənlərə tapşıranda bu sanki el bozanlı görüşdür. O zaman vəziyyət tamamilə fərqli idi. Hələ sülh əldə olunmamışdı. Torpaqlarımız işğal altındaydı. Xalq diplomatiyası ilə bağlı təkliflər. Amma indi biz artıq öz torpaqlarımızı işğaldan azad etdikdən sonra... Və burada siz çox gözəl bir məqama toxundunuz. Mən tez-tez xaric cəhdlər olmuşdu o vaxt. Mənə deyirlər, sizin bəxtiniz onda gətirib ki, sizdə Heydər Əliyev olub, indi də İlham Əliyev. Ulu Öndər o vaxt Bişkek protokolunu imzalayanda Azərbaycanda psevdo vətən sevənlər, vətənpərvər deməzdim. Çünki Gerçenin bir sözü vardır, vətənpərvəri haqqında onu demək istəməzdim mən. Məsələ burasındadır ki, Bişkek protokolu Azərbaycanı xilas etdi. Biz müvəqqəti atəşkəsi imzaladıq, çünki Azərbaycana pressing o qədər dəhşətli idi ki, mən o canlı şahidiyəm. Bizə deyirdilər ki, siz Qarabağdan imtina edin, biz sizə kredit xəttini açırıq tamamilə. İndi Ermənistana da onu deyirlər, Ermənistan razılaşıb, Gürcüstana da deyirlər, faktiki olaraq razılaşıb Gürcüstan. Ukraynaya indi deyirlər, 90 milyard avro veririk biz sizə Rusiyanın aktivlərindən, dondurulmuş aktivlərindən, əvəzində siz Donetsk, Lugansk, Xerson, Zaporojyeni unudun, Krımı unudun. Amma biz onu unutmadıq. Ona görə də bizim əsas, bax indi ümid edirəm gənclər də bizə baxır. Biz son 300 il ərzində bizim başımıza gətirilən fəlakət və faciələri unutmamalıyıq. Unutmamaq o demək deyil ki, biz daim aqressiv olmalıyıq. Yox, aqressiv məsələ fizikanın qanunu var. Metal nə qədər çox gərli vəziyyətdə qalırsa, o qədər tez onun yorulma əmsalı işə düşür. Bu materiallar müqaviməti fənnidir. Bəli, mən sizdən çox üzr istəyirəm. Bir qədər sonra biz müzakirələrimizə studiyada davam edəcəyik. Amma istərdim Türkiyəyə bağlanım. İsmail Cingöz bizimlə bərabər olmalıdır. Eşidirsə, salamlayırıq. Xoş gördük İsmail bəy. Xoş gördük Şəhərli Hanım. Sizə və konuklarınıza, Azərbaycana selamlar. Təşəkkürlər. Biz regionda sülh prosesini müzakirə edirik və Azərbaycanın bu günlərdə atdığı addım neft məhsulları ilə dolu 22 sistern neft məhsulunun Ermənistana ötürülməsi bu Türkiyədə də müzakirə olunmaqdadır və hətta bundan sonraki addımlar Türkiyə ilə Ermənistanın sərhədlərinin açılmasını, Zəngəzur dəhlizinin açılmasını və bu addım məhz nəqliyyat kommunikasiyalarının genişləndirilməsinə xidmət etdiyi kimi qələmə verilir və necə düşünürsünüz? Bax, Türkiyənin bu prosesə qoşulması necə görsənir? Öncelikle şunu belirteyim ki bunu defalardır belirtiyorum yazılarımda ya da programlarda. Türkiye'nin Ermenistan'a bakışı Azerbaycan'ın bakışıyla aynıdır. Yani Azerbaycan, Ermenistan normalleşmeden, kalıcı barış yapılmadan, sınırlar tespiti tamamıyla hallolmadan ve Ermenistan'ın anayasasında Türkiye'den ve Azerbaycan'dan toprak talep eden maddelerin kaldırılmadan Türkiye'nin Azerbaycan'a bakışı, Ermenistan'a bakışı değişmeyecektir. Ancak tabii ki müzakerelerin seyrinin normal mecrada ilerlemesi ve iyi niyetlerin gösterilmesi açısından elbette ki karşılıklı görüşmeler devam edilmektedir. Ve Ermenistan, Azerbaycan arasında bu neft
konusu da Türkiye tarafından desteklenmektedir. Çünkü neft sadece Ermenistan'a bir yardım değil. Aynı zamanda Ermenistan'ın Azerbaycan'a karşı psikolojik olarak yenildiğini göstermesi açısından da önemlidir. Çünkü neft konusunda Ermenistan'ın Azerbaycan'a bağımlı hale gelecek olması ve Ermenistan üzerindeki başta Rusya olmak üzere bazı kuvvetlerin etkisinin azalacak olması önemlidir ve bu da Türkiye tarafından memnuniyetle karşılanmaktadır. Yani Ermenistan gerek yönetimi gerekse halkı psikolojik olarak yenilmiş ve yenilgiyi kabul etmiş durumdadır. Ancak Ermenistan'da muhalefet, diaspora, kilise bu konuya tabii ki sert olaraktan durmaktadır. Ve Paşinyan yönetiminin Ermenistan olaraktan Azerbaycan'a yakınlaşıyor olmasına rahatsızlık duymaktadırlar. Tabii ki bu siyasi mücadele ve ekonomik maddi mücadeledir. Hep söylediğimiz gibi diaspora Türk düşmanlığı üzerinden milyarlarca para toplayabilmekte yurt dışında. Rusya'da, Avrupa'da, Fransa'da, Amerika'da milyarlarca para topluyor Türk düşmanlığı üzerinden Ermenistan'a yardım diye. Fakat toplanan yardımların %80'i kendilerinde kaldığı ancak %20'si civarında Ermenistan'a gönderildiği yönde de gayri resmi bilgiler var. Dolayısıyla bu zenginliği, bu maddi imkanı kaybetmek istemeyen diaspora var. Muhalefet ve kilise ise siyasi mücadele halindedir Paşinyan yönetimiyle. Ermenistan, Azerbaycan 2. Karabağ Savaşı ve antiterör harekatında yenildiklerini hazmedemiyorlar. Fakat şu anda gelinen süreçte neft problemiyle alakalı yenilgiyi zımnen kabul etmiş durumdadırlar. Ve Paşinyan da hep söylüyor, biz Ermenistan olaraktan Azerbaycan ve Türkiye sorunlarımızı çözersek ekonomimiz de çözülecek ve sorunlarımız halledilecektir diye bir bilinç de oluşmuş durumdadır. Bu nedenle iplerin kopmaması için Türkiye'de görüşmelerini sürdürmektedir. Bəli, və yeri gəlmişkən Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanda səfərdədir və bu görüşlərdə təbii ki, iqtisadi kommunikasiyaların genişləndirilməsi məsələsi də müzakirə mövzularından biridir. Mən sizə təşəkkürümü bildirirəm İsmail bəy bizə qoşulduğunuz üçün və bir daha xatırladım ki, İsmail Cingöz bizimlə birbaşa bağlantıdaydı. Bir daha təşəkkürlər və biz ikinci mövzumuza keçid alaq. Rusiya-Ukrayna müharibəsi ətrafında hansı proseslər cərəyan edir və xüsusilə də NATO-nun növbəti çox ciddi xəbərdarlığı var Rusiyaya. Gəlin elə bununla bağlı həmkarlarımın hazırladığı sujeti izləyək, sonra müzakirələrimiz davam edəcək. Buyurun. Vladimir Putin mümkün atəşkəsdən sonra yenidən hücuma keçərsə, bir sıra Avropa ölkələri Ukraynaya qoşun göndərməyə hazırdır. Bəzi Avropa dövlətləri əgər buna ehtiyac yaranarsa, hərbi kontingent təqdim etməyə hazır olduqları barədə siqnal veriblər. Hazırda Könüllülər Koalisiyası konsepsiyası üzərində iş aparılır. Bu çərçivədə mümkün hərbi qüvvələrin quruda, dənizdə və havada yerləşdirilməsi ilə bağlı detallı planlar hazırlanır. Müttəfiqlər Ukraynanın sülh razılaşmasından sonra bir daha heç vaxt hücuma məruz qalmaması üçün 3 səviyyəli çəkindirmə sistemi yaratmağa çalışırlar. Birinci səviyyə ölkəni müstəqil şəkildə müdafiə edə bilən güclü Ukrayna silahlı qüvvələridir. İkinci səviyyə əlavə təhlükəsizlik zəmanətləri verəcək Könüllülər Koalisiyasıdır. Üçüncü səviyyə isə ABŞ-nin dəstəyidir. Hazırda biz bu üç elementi elə birləşdirmək üzərində işləyirik ki, Putin açıq şəkildə başa düşsün, Ukraynaya bir daha əl uzatmaq olmaz. Gülşən xanım, necə düşünürsünüz? Bu xəbərdarlıqdan sonra NATO açıq hərbi əməliyyatlara keçə bilərmi Rusiyaya qarşı? Mənə elə gəlir ki, biz sizinlə bu Ukrayna mövzusunu neçə dəfə müzakirə eləmişik. Daha hal-hazırda yenə də elə bir ki, danışıqlar gedir, hər iki tərəflə. Həm ABŞ burada fəal şəkildə öz rolunu oynamaqdadır, həm Rusiya tərəfi ilə, həm Ukrayna tərəfi ilə Avropa Ukraynanın yanındadır. Eyni zamanda orada sərhəddəki problemlər ki var, məhz Rusiya, Belarusiya elə bir tərəfdən baş verir və bir tərəfdən orada bir sıra sərhəd dövlətləri götürsək, Avropa İttifaqının, Litva da orada məsələn Belarusdan olan o şarların gedib Litvaya düşməsi ilə bağlı müəyyən problemlər yaşandı və bunu ilə bağlı da bir sıra orada özünə məxsus problemlər var hal-hazırda. Danışıqlar isə gedir, bu son danışıqlar artıq ABŞ-da gedirdi.
Miami'də. Ancaq yenə də bir nəticə yoxdur. Ancaq danışıqların davam etdirilməsində maraqlıdır. Mən elə gəlir Rusiya tərəfi ən azı. Burada hiss olunur ki, onlar nəsə bir şey əldə etmək istəyirlər. Ancaq eyni zamanda müharibə də davam edir. Yenə də dağıdılır şəhərlər, insanlar məhv olur. Amma Rusiya prezidenti daha çox hədə dolu. Hətta Avropanı müharibə ilə hədələməklə çıxış edirdi. Bəli. Yəni bu bütün onu göstərir ki, burada hələ biz sona gəlib çatmamışıq. Yəni hansısa bir atəşkəsdən söhbət getmək hələ çox bir qədər qəribə görsənə bilər. Əgər desək ki, bu saat bunlar lap belə yaxınlaşıblar elə bir atəşkəsə. Yəni bir tərəfdən əlbəttə ki, biz əgər fikirləşiriksə ki, bu müharibənin indiki elə bir ki, mərhələsində artıq biz dəqiq başa düşürük ki, bu sonuncu hadisələr ki, bir tərəfdən ABŞ-ın yadınızdadırsa, Milli Təhlükəsizlik Strategiyası ki, bu noyabrda artıq ictimaiyyətə təqdim edildi. Orada yeni artıq ABŞ-ın özünün baxışı var. Məhz ABŞ və Avropada olan onun müttəfiqləri arasında proseslər necə davam edəcək və təhlükəsizlik baxımından Avropa get-gedə daha fəal şəkildə qitənin təhlükəsizliyinə birbaşa özü müəyyən mənada yaratmalıdır bu təhlükəsizliyi və onu təmin etməlidir. ABŞ bu mənada daha çox elə bir ki, ABŞ belə baxsaq qərb yarımkürəsinə necə vaxtilə Monroe doktrinasında vaxtilə qeyd edilən 1823-cü ildə elə bir ki, o dövrə biz qayıdırıq. Ancaq Trump bu baxımdan o sənədə yeni bir ruh gətirir, yəni bugünkü reallığa uyğunlaşdıraraq. Ona görə burada əlbəttə NATO-nun özünün bu son qərarları onu göstərir ki, NATO özü də Avropada yerləşən bir hərbi blok kimi əlbəttə ki, öz baxışını da ortaya qoymalıdır, bu bugünkü reallıqdır. Çünki bir tərəfdən əlbəttə müharibə gedir. Müharibə məhz Ukraynanın ərazisində baş verməkdədir. Rusiya tərəfdən təqdim edilən mövqe və arzular, belə götürsək, əlbəttə ki, heç cür Ukraynanın maraqlarına və onun baxışına uyğun gəlmir. Bunlar bir-biri ilə tamamilə ziddiyyətli bir baxışlardır. Ona görə burada hansısa bir ortaq məxrəcə gəlmək olduqca çətindir. Və bu çətin vəziyyətdə əlbəttə ki, bir tərəfdən mənə elə gəlir NATO-nun bu son sənədləri və bu çıxışları onu göstərir ki, NATO bir tərəfdən Ukraynanın yanında olduğunu göstərir. Avropa da burada Ukrayna ilə elə bir kontekstdə çıxış edir. Rusiya da bir tərəfdən yenə də öz müharibəsini davam etdirir və hesab edir ki, burada hələ ki bu proseslər davam edirlər. Ona görə burada bu vəziyyətdə hələ ki mənə elə gəlir o pat vəziyyətdə, pat da yox, bunu biz yəni elə bir ki dalana dirənib, yəni danışıqlar dalana dirənib müharibə davam edir. Və bugünkü vəziyyətdə biz hələ ki Ukrayna kontekstində belə bir fikir söyləyə bilərik. Məğlub, qalib yoxdur. Heç bir güc üstünlüyünü müəyyən etmək mümkün olmur. Gülşən xanım xatırlatdı, Monroe doktrinası Trump dövründə yeni bir mərhələyə keçir. Bu yeniliklər nədən ibarətdir? Niyə Avropanı qorxuya salıb? Məğlubiyyət Avropa üçün nə deməkdir və NATO üçün nə deməkdir? Amerika Birləşmiş Ştatları var olduqdan bəri 4 dəfə xarici siyasət doktrinasını bəyan edib. Birincisi Woodrow Wilson'ın 14 bəndlik təklifi idi, dünyaya belə də adlanırdı. İkincisi Monroe doktrinası, üçüncüsü Marshall planı idi və dördüncüsü də Trump'ın təsdiqlədiyi və Dövlət Departamentinin yaydığı 601 səhifəlik xarici siyasət strategiyasıdır. Bu strategiyada Amerika Birləşmiş Ştatları indiyə kimi qüvvədə saxladığı Pax Americana, dünyada iki Pax var, biri Pax Romana idi, Roma dünyası, bir də Pax Americana, Amerika dünyası. Pax Americana bütün dünya dövlətləri iki yerə bölünürdü. Amerikanın yanında olan və Amerikanın yanında olmayan, yəni Amerikaya qarşı olan. Amma indi onu dünya jandarmı da adlandırırlar, amma indi Amerika Birləşmiş Ştatları bu strategiyadan imtina edib. Niyə? Bu strategiyanın şartları əslində Şərqi Avropada sağçıların hakimiyyətə gəlməyə başlamasından özünü göstərmişdir. Amerika Birləşmiş Ştatları Ukrayna baxış bucağından, Ukrayna prizmasından Avropaya deyir, yetər mənim hesabıma təhlükəsizliyinizi təmin etdiniz. Siz hər biriniz müdafiə və hərbi xərclər büdcənizi ümumdaxili məhsulun inkişaf etmiş dövlətlərdə 5%-nə çatdırmalısınız. Siz Ukraynada müharibənin davamını istəyirsinizsə, mən artıq silah vermirəm Ukraynaya, siz məndən silahı satın alıb Ukraynaya verəcəksiniz. Buna Pearl planı da deyirlər və donmuş aktivlərdən istifadə etmək falan, bunlar hamısı Avropa İttifaqının özünü axtarış cəhdlərdir. Yenidən doğma, katarsis cəhdlərdir. Amma bu katarsis olmayacaq. Ola bilər Evripidin tragediyalarında, Eschilin tragediyalarında katarsis ola bilər. Amma bu Yunan faciəsi, Yunan tragediyası deyil. Avropa mənə indi Troyanı xatırladır, məhv olmaq ərəfəsindədir. Bəli, Avropada Paris
o Avroranı uğurlamışdı, amma burada artıq uğurlanmağa heç nə qalmayıb. Bospor öküzü yoxdur ortada. Məsələnin digər bir yönü nədən ibarətdir? Avropa İttifaqı bu dəqiqə müharibənin katalizatoru kimi çıxış edir. Ay Ukrayna könüllüləri, Ukraynanı sevərlər, Ukrayna fanatları sanki ibtidai məktəbdə bir dərnəkdir. Söhbət burada nədən gedir? Bu müharibədə adi Rusiyalılarla, adi Ukraynalılar həlak olur. Bu müharibədə Rusiya şəhərləri dağıdılır, Ukrayna şəhərləri dağıdılır. Və burada maraqların toqquşması sadə insan faciəsi ilə, Honoré de Balzac'ın bir sözü vardı, sadə insan faciələri. Onunla hərbi sənaye kompleksi, yəni Lockheed Martin'dir, Raytheon'dır, sonra Northrop Grumman'dır. Bunlar artıq 4 növbəli iş rejiminə keçiblər. Və müharibə varsa, köpək balığı qana gələn kimi bunlar da yığışıblar. Və bunlar istəmirlər müharibə bitsin. Siz o sözlərə inanmayın. Miami'də, Florida'da görüş keçirdilər. Uşakov iştirak etdi, Dimitriyev iştirak etdi. Witkoff ömrü boyu siyasətin nə olduğunu bilməyən, daşınmaz əmlakla, developmentlə məşğul olan... Washington da istəmir müharibənin bitməsini. Siz bilirsiniz ki, Witkoff niyə vasitəçi olub? Çünki Putin belə istəmişdi. Wall Street Journal bugün etiraf etdi ki... Yəni gizli sövdələşmə hesab edirsiniz ki, həqiqətə uyğundur Alyaskada baş verir. Yox, bu komplo teorisi deyil. Bu hansısa bir dünya hakimiyyəti deyil. Bu reallıqdır. Söhbət Ukraynanın geoloji ehtiyatlarından, mövqeyindən və Ukraynanın kimə mənsub olmasından gedir. Ukrayna nəzarət kimdədirsə, bütün Şərqi Avropaya nəzarət ondadır. Və indi Avropa Birliyi, Mark Rutte məsələn, siz az öncə onun bəyanatını verdiniz, dəcəl və tərbiyəsiz uşaq kimi Rusiyanı hədələyir. Adam unudur ki, dünyanın ən böyük nüvə potensialına Rusiya malikdir. Bizim apardığımız hesablamalar var. O hesablamalar göstərir ki, əgər NATO ilə Rusiya arasında nüvə eskalasiyası başlayarsa, ilk 5 saatda Avropada 35 milyon insan həlak olacaq. Rusya adekvat deyil. NATO rəhbəri bu açıqlaması ilə bəlkə NATO'nun parçalanmasından ehtiyatlanaraq NATO çoxdan parçalanıb. NATO üzvü olan Yunanistanla Türkiyə bir-birinə qarşı durmadadır. İqtisadi tərəflərini istərdim NATO'ya maliyyə yardımının ayrılması ilə, daha doğrusu maliyyə yardımının dayandırılması ilə bağlı bugün Vaşinqtonda kifayət qədər çıxışlar var, çağırışlar var. Necə düşünürsünüz? Bax, maliyyə yardımı dayandırılarsa NATO'nun parçalanması, məhv olması mümkün görünürmü ki, hazırki dövrdə? Əslində heç mən vuruladığı kimi... Və Mark Rutte'nin bu narahatlığı nədən ibarət? Əslində uzun müddətdir bu istiqamətdə, belə deyək də, qərarlar verilib. Artıq bu proseslər onu göstərir ki, artıq NATO'nun dağılması həmən yaxın illərdə bizim qarşımızda olacaq. Yəni bu proses gedəcək. Hətta keçən səfər bir mətbuat oxudum Avropa mətbuatından. Hətta Avropa İttifaqının belə bu kontekstdə get-gedə artıq parçalanması söz konusu var. Ölkələrin ayrılması, artıq yenidən yeni dövlətlər arası sərhədlərin müəyyənləşdirilməsi. Bu istiqamətlər onu göstərir ki, bütün bunların hamısında hətta Ukraynaya belə deyək dəstəklərin verilməsi, hər birinin arxasında bir maraq var. Bir maliyyə marağı var, bir vəsait marağı var, bir resurs marağı var. Hətta Amerikada Putinlə görüşdən sonra Trump'ın Zelenski ilə görüşü və eyni zamanda Putinlə görüşü əsnasında da vurğuladığı əsas məqamlardan biridir ki, Ukraynaya maliyyə yardımları davam edəcək, Ukraynaya hərbi yardımlar davam edəcək. Amma bir mənalı şəkildə onun qarşısında resurslardan istifadə etmə imkanları sağlayacaq Amerikaya. Əslində bunların hamısı özlüyündə göstərir ki, bütün bu müharibələrin fonunda mütləq ölkələrin özlərinin əldə etmək istədikləri bir maraqlar var. Bunların hamısı gəlib dayanır yenə də müəyyən resurs və iqtisadi maraqlara. Amma fərqində deyirlər ki, bu müharibələr əslində dövlətlər arası müharibələrin baş verməsi dövlətlərdəki iqtisadiyyatı tamamilə məhv edir. O iqtisadiyyatı yenidən qurmaq üçün əlavə vəsaitə ehtiyac vardır. Bu günləri Ukrayna ən böyük kənd təsərrüfatı ixracatçılarından biri olan ölkələrdir. Eyni zamanda taxılı, kənd təsərrüfatı məhsulları, sənaye məhsulları. Bu günləri Ukrayna nə sata bilir? Nə xarici ölkələrlə hansı ticari əməkdaşlıq eləyə bilir? Çox az bir mərhələdə. Buyurun, əlbəttə. NATO'nun dağılması yaxın 10 illiklərdə mümkün deyil. Çünki fransızların deyimi var, jupel. NATO qorxutmaq üçün bir müqəvvadır. Əksinə NATO daha da möhkəmlənəcək, güclənəcək. İkinci bir məsələ ondan ibarətdir. Gəlin görək bu kimə maraqlıdır bu işdə. İqtisadi baxımdan baxaq. Saab İsveçin korporasiyası 2022-ci ilə qədər
son 14 ildə cəmi cümlətanı 76 qırıcı təyyarə sata bilmişdi. Amma Ukrayna müharibəsi ilə bağlı olaraq Saab Gripen qırıcıları ilə bağlı Kiyevlə anlaşma oldu. 150 milyon avro. Sadəcə qırıcılar. Bu rəqəmi yadda saxlayın. Daha sonra Fransanın Dassault Aviation 1600 nəfəri işdən çıxartmışdı. Çünki iqtisadi optimizasiya deyirdilər də, o da optimlaşma. Amma Emmanuel Macronla Zelenski arasında danışıqlar oldu. Zelenskinin qollarını vurub vadar elədilər. 150 Dassault Rafale qırıcısının 220 milyon dollardan birinin Ukraynaya satılması. Qırıcının bir satılmasının iş bitmir. Onun texniki heyəti var, öyrənməsi var, trening, təlim və s. Bir qırıcı gəlir 400 milyon dollara başa gəlir. İndi mən özümdən soruşuram. Ukraynaya edilən yardımlardan hansı biri uşaq qidalarının alınmasına, infrastrukturun bərpasına, yanacaq sürtkü materiallarının tədavülü, tədarükü, emalı və paylaşmasına sərf edir. Əslində maraq da budur da. Müharibəni davam etməklə əslində büdcəni yükləyirlər, Ukraynanı yükləyirlər, mali olaraq 35 milyard avronun lazım olduğunu Ukrayna bərpası üçün edilir. Çünki borclanma baxımından yükləyirlər deyirəm. Yəni büdcəni borclandırırlar konkret olaraq. Sizin sayenizə daxil olacam indi. Ukrayna belə bir invaziv əməliyyat aparacaq, ilhaq aparacam da. Ukraynanın daxili büdcəsində daxili borclanmalar bu dəqiqə 76,2%-dir. Daxili investisiyalar, kapital qoyuluşu 0%-dir. Amma Beynəlxalq Valyuta Fondundan güzəşli revolver tranş kreditlərinin alınması gəlib çatıb 16,7%-ə. Son olaraq Avropa İqtisadi Komissiyasının Avropanın dırnaq arası dahi siyasətçilərinə olan Kaya Kallas ki var, biraz isterik də olsa, o mənə Omen filminin personajını xatırladır. Bir də ki Ursula von der Leyen, madam da deyə bilərik, olsun madam, könlü xoş olsun. Bu adamların ayırdığı tranş 90 milyard avrodur. Ukrayna bunu nə vaxt ödəməlidir? Adını qoyub iqtisadi yardım, fəqət Rusiyadan alınacaq reparasiyaların hesabına. Sonuncu qərara görə kredit şəklində iqtisadi yardım deyil. Yəni daha sonra kredit şəklində və yaxud Rusiyanın dondurulmuş aktivləri hesabına. Sonda Elmir müəllimdən soruşuram. Əgər siz mənə yardım edirsinizsə və mənə deyirsiniz ki, sənə verdiyim pula ancaq məndən mal ala bilərsən, bu yardım deyil. Bu iqtisadi ekspansiyadır. Razısınızmı? Razıyam. İkinci bir məsələ. Ukraynanın nadir torpaq elementləri və təbii ehtiyatlarının tədarükü, emalı və daşıması ilə bağlı ABŞ-Ukrayna Birgə Şurası yaradıldı. Şuranın 15 üzvü var. 12 üzvü ABŞ-dır, 3 üzvü Ukraynadır və onlar səs vermə hüququna malik deyirlər. 99 il ərzində ABŞ-dan başqa heç bir ölkənin orada geoloji kəşfiyyat, seismik kəşfiyyat və geodezik kəşfiyyat işləri aparmağa hüququ yoxdur. Budur sülh. Yox, indi biz danışırıq, bilirsiniz. Söhbət ondan gedir də, az öncə mən vurğuladığım kimi, həmin Trumpın Zelenskinin görüşündə də vurğuladı. NATO dağılsın, NATO dağılmayacaq, o qədər nikbin olmuyor. Mən düşünürəm ki, bu gedişat onu göstərir. Trumpın özü başda olmaqla hərbi strategiləri bugün NATO'nun dağılmasına çağırış edirlər. Yox. Maliyyəni dayandırır. Niyə? Bu ideoloji bir müharibədir yoxsa? Bizim ekspertlər çox sevirlər Zbigniew Brzezinski kitabından danışmağı. Zbigniew Brzezinski o kitabı kütlə üçün yazır. Hazırki dövrün kitabı deyildi. Bax, Gülşah xanım gözəl bilib, üzr istəyirəm. Hər bir ekspert televiziya çıxanda, mən ilk dəfə bunu deyirik. Biz bura çıxanda demək istədiyimizi yox, deyə biləcəyimizi deyirik. Çünki ekspertlərin işi 90% qapalıdır. Hesabatlarımızın 90% qapalıdır. Brzezinski də, rəhmətli söz düşmür ona, bu adam İndi müasir dövrün hərbi strategiləri, konkret olaraq Larry Johnson, Scott Ritter'in son çıxışlarında qeyd olunur ki, niyə Washington NATO-ya maliyyə yardımı ayrılmalıdır? Niyə Avropa bu qədər maliyyəni NATO-ya istifadə eləməlidir və daha başqa məqsədləri var? Scott Ritter əgər biz hərbi ekspert adlandırırıqsa, onda gəlin Rusiyanın pulu ilə çıxan National Interest jurnalında hərbi jurnal adlandıraq. Bu heç. Bu Azərbaycanda olan Scott Ritter'də J.D. Vance, digərlər Scott Ritter və bunlar Azərbaycanda olan hər şey şurasların oradakı nümayəndəsidir. Bu heç, o ekspert deyil. Ekspert cəmiyyəti onda ekspert kimi qəbul eləyə bilir. Real əməli fəaliyyətləri olub insanların. Ola bilər. Real əməli fəaliyyət insan 35 il elmlə məşğul ola bilər, amma yazdığı 2 dənə elmi məqalədir, o da Gəncə xəbərlərində çıxa bilər. O demək deyil ki, o alimdir. O heç. Gəl indi əsas məsələ. Trump niyə anti-NATO mövqeyi tutub? Trumpın məqsədi Almaniyadan tutmuş,
Finlandiyaya qədər militarlaşma vasitəsilə solçu hökumətləri dağıtmaq və uzatmaqdır. Çünki Avropada Marshall planından sonra Eisenhower'ın vaxtından, Adenauer'ın vaxtından, Charles de Gaulle'un vaxtından sosial yönlü hakimiyyətlər idi. Sosial yönlü inventarlaşmış hökumətlər idi. Hərbi xərclər azalırdı, əvəzində populist xərclər çox olurdu. Və nəticədə sosial dövlət adı altında insanlarda bir qədər tüfeylik yaranmışdı. Və Amerika da bundan bezdi. Hərbi xərclər artdıqca sosial xərclər azalır və sağçılar gəlir. Fikir verin, Orban əvvəl tək idi. Orbandan sonra Meloni gəldi. Sonra Merz gəldi. Merz'in özü Amerikada Berkshire Hathaway'in analitik olub. Və bunu Amerika gətirib hakimiyyətə. Ondan sonra Meloni'nin özü kimdir? Verona İttifaqının ultra sağçıların nümayəndəsi. Almaniya naminə alternativ, AFD gəldi hakimiyyətə. Finlandiya və İsveç NATO'ya qoşuldu. Ömür boyu neytral olmuş ölkələr. Rumıniya militarlaşır. Polşa militarlaşır. İkinci logistika xətti açıldı. Pişeşka, Navitni logistika xətti açıldı Rumuniyada və Trump bunu ona görə edir ki, sağçılar gəlsin, Trumpizm gəlsin. Çünki Trumpizm Trumpdan asılı deyil. Trump hakimiyyətdə olmasa belə Trumpizm ideyası Amerikada olacaq. Bu evangelizmdir. Bu artıq ayrı söhbətin mövzusudur da dərinə getməyək. Elmir müəllim, sizin əlavələriniz var idi. Yaxud mən Gülşən xanımı istəyərdim ki, yanaşması necə olacaq, xüsusilə də Trumpın çağırışlarına və Elçin müəllim qeyd edir ki, Trumpın hazırda çağırışları əslində Trumpizm, nəzərə alsaq ki, 250-300 illik strategiyalar olur və bunlar institutlar tərəfindən, kəşfiyyat mərkəzləri tərəfindən hazırlanır. Yəni siz də bir beyin mərkəzi olaraq bu proseslərə yanaşmanız necədir? Trumpın çağırışları ilə addımları fərqlidir, yoxsa? Mən müəyyən fikirlərlə razıyam ölçməm. Gəlin, bax, bir dəqiqəyə təsəvvür eləyək də. Məsələn, biz bayaq qeyd etdiyimiz həmin o strategiyaya baxsaq, bir sıra məsələlər orada qaldırılır da. Məsələn, məhz Trump hökuməti hesab eləyir ki, Avropada bir sıra sahələrdə müəyyən necə deyim, aparılan siyasət bu son dövrdə ona gətirib çıxarıb ki, Avropa özünün Avropalılığını hardasa itirib. Nə deməkdir bu? Məsələn, birinci miqrantlara qarşı böyük bir, onların bir negativ bir baxışı var ki, Avropaya çoxlu sayda miqrant gəlib və Avropanı içərdən dağıtmaqdadır. Yəni, o əvvəlki Avropa ki var idi, o Avropa artıq yoxdur. Avropada böyük problemlər yaranıb və bu problemləri müəyyən mənada məhz solçu, bəlkə də hakimiyyətlər gətirib o vəziyyətə çıxardıblar. Yəni, sağçılar olsaydı, bəlkə onlar daha çox həmin orada olan milli götürsək, köklər, dövlətlər, xalqlar onların maraqlarından çıxış edərdi. Ona görə bu tərəfdən Avropada sağçıların son dövrdə get-gedə artması, məhz elə hakimiyyətlərində, Merz tamamilə düz buyurursunuz ki, bu mənada özü də başa düşür ki, və son çıxışlarının birində də onu qeyd etdi ki, artıq o yaşıl, necə deyim, gündəlik ki var ümumiyyətlə Avropada, onlar yaşıl partiyası və ümumiyyətlə bax bu münasibətlər, artıq o başa düşür ki, məsələn, o artıq azdır. Çünki əgər biz təhlükəsizlik məsələsini götürüksə Avropanı, mən bayaq qeyd etdiyim təhlükəsizlik və Amerika kənardadırsa və Avropa özü bu təhlükəsizlik elə bir ki, istiqamətində işləməlidir. Buradan müvafiq olaraq büdcədən və bu ölkələrin büdcəsindən müvafiq maliyyə... NATO-nun yeri hardadır? Amerika Birləşmiş Ştatlarının təhlükəsizlik strategiyasında NATO-nun hazırki yeri hardadır? NATO belədir ki, NATO-nun vaxtı ilə yaradanda söhbət götürsə, necə NATO gündəmə gəldi? NATO o vaxt gəldi ki, artıq onda iki dünyada qütb var idi. O bipolar dünyada NATO və belə göstərək Varşava müqaviləsi təşkilatı, bu iki təşkilat həmin o ideoloji baxımdan bir-birinə elə bir ziddiyyətlə çıxış edən o ideologiyaların elə bir ki, hərbi baxımdan çox vacib bazisləri idi. O lazım idi ki, müəyyən mənada bu qüvvələr bir-birlərini tarazlaşdırsınlar. Və 91-də SSR artıq gündəmdən çıxandan sonra, parçalanandan sonra Varşava müqaviləsi təşkilatı da yox olub getdi. NATO isə qaldı. Və bu həmişə çox zaman ekspertlər səviyyəsində bu sual qaldır. Nə üçün NATO qaldı? NATO qalmalı deyildi. NATO, həm də Rusiya həmişə bunu qaldırır ki, NATO'nun genişlənməsi və s. Sonda gətirib ona çıxartdı ki, biz bugün bu reallıqda, bəli, bu reallıqda Avropada gedən o müharibənin bir tərəfdən NATO faktorunun olması da var da. Çünki bu dövlətlər NATO'nun üzvü olmaq istəyirdilər axı.
Ukraynada NATO-nun üzvü olmaq istəyirdi. Belə baxanda Gürcüstanda NATO-nun üzvü olmaq istəyirdi. 2008-ci ildə müharibə niyə görə baş verdi? Yəni burada söhbət ondan gedir ki, əlbəttə Rusiya bir tərəfdən NATO-nun qalmasında və genişlənməsində maraqlı deyil. İndi biz gəlib çıxırıq bugünkü reallığa. Yəni o dövrdəki 30 il gedən proseslər. Bugünkü reallıqda NATO yenə qalmaqdadır. Ancaq NATO-nun ən böyük gücü məhz ABŞ idi. Çünki ABŞ büdcə baxımından daim o quruma böyük maliyyələr ayırmaqla Avropada olan digər ölkələrə müəyyən mənada onları sığortalayırdı təhlükəsizlik baxımından. Ancaq Trump gələndən sonra hələ birinci dövrdə yadınızdadırsa onun hakimiyyəti dövründə o məsələni qaldırdı ki, belə olmaz. Çünki bəzi dövlətlər 2% də vermirlər. 0,0 neçə faiz bunlar büdcə verirlər. Məhz NATO-nun bu mənada öz ödəmindən də. Belə baxanda bu çox kiçik məbləğ idi. Yəni burada o bütün üzvlər bərabər şəkildə verməlidirlər üzvlük haqqı ki, ən azı bu blok normal fəaliyyət göstərsin. Hesab olunurdu ki, bəlkə bu dövrdə vəziyyət belə deyildi. Müharibə açıq getmirdi Avropada. İndi hal-hazırda müharibə gedir Avropada. Ona görə də burada NATO-nun özündə də müəyyən dəyişikliklər baş verməlidir. Yəni burada təhlükəsizlik baxımında. ABŞ isə bu mənada, bu doktrina ilə hesab edir ki, mən bura daha pul qoymaq istəmirəm. Bu Avropa teatrıdır. Zəhmət olmasa bu dövlətlər ki, Avropada yerləşirlər, onlar özünün bayaq qeyd etdiyi kimi 5% kimi qaldırmalıdırlar özlərinin maliyyələrini və s. Burada bu qurumda artıq daha fəal şəkildə fəaliyyət göstərməlidir. İndi biz sizi ilə mən razı deyiləm ki, NATO yox olub gedəcək. Yox. NATO heç cür yox olub gedə bilər. NATO ondan qabaq da yox olub gedə bilərdi də. Mən deyirəm, məsələn, Varşava müqaviləsi təşkilatı ləğv olanda elə NATO o dövrdə də yox olub gedə bilər də, yox olub getməz. Bu dövr üçün aktuallığını qoruyub saxlayır. Əlbəttə bugün o daha aktualdır. Çünki Avropanın içərisində müharibə gedir və heç kim də inanmır ki, Rusiya Ukraynanı götürəndən sonra təzədən Avropanın üstünə getməyəcək. Ən az Avropada bu qorxular var. Ona görə də onlar nə üçün Ukraynanı bu saat həddən artıq, necə deyim, müdafiə eləməyə çalışırlar. Çünki onlar başa düşürlər ki, bugünkü reallıqda Avropada Ukrayna deməli ordusu ən güclü ordudur. Belə götürsək. Çünki bu adamlar daim müharibə aparmaqdadırlar. Bunlar bütün bu yeni texnologiyaları bilirlər. Bunlara təlimlər keçirlər. Burada real deməli zabit, əskər və s. belə götürsək təhlükəsizlik baxımından hazırdılar. Bunlara əgər silah versələr, bunlar bu müharibəni davam edir və bunlara lazımdılar. Çünki bunlar Avropanı bu saat Rusiyadan hardasa xilas eləməyə çalışırlar. Çünki bu müharibə getdi, hələlik Ukraynanın ərazisindədir və bunlar Rusiyanı saxlamaq istəyirlər. Ona görə bugünkü reallıqda NATO da bu mənada əlbəttə ki, Ukraynaya kömək eləmək istəyir. Düzdür, müxtəlif formalarla. Burada indi fikirləşmək lazım, necə kömək eləyəcəklər. Bu hələ gələcəyin işidir. Ancaq mənə elə gəlir ki, NATO-nun bugün yox olmasına mən də inanmıram. İqtisadi bazası yetərlidirmi Rusiya ilə qarşı durmada NATO-nun? Necə düşünürsünüz? Düşünürəm ki, hətta bir neçə il öncə müharibə başlayan ərəfədə dedilər ki, bu sanksiyalar paketini arxa-arxaya qoyduğumuzda Rusiya çökəcək. Onda da demişdim ki, Rusiya çökməyəcək. Rusiyanın iqtisadiyyatı zəifləyə bilər. Amma Rusiyanın çökməsi, Rusiyanı bu sanksiya paketləri ilə durdurmaq çətin məsələdir. Bu günləri baxsaq, real büdcə və daxili məhsulun ümumi həcmi ilə müqayisə eləsək, bugün ən çox böyük zərər demək olar ki, Ukraynaya dəyib. Bu günləri ən böyük 38,5% ümumilikdə geriləmə var, iqtisadiyyatın geriləməsi var. Bu ciddi rəqəmdir və bunun bərpası, sabahları, digər məsələlər və bu günləri eyni şəkildə NATOya, Gülşən xanım deyir, bu günlər bəli, az öncə vurğulamaq istədiyim də odur ki, Amerika Birləşmiş Ştatları Trump hakimiyyətə gələndə də birinci vurğuladığı ən önəmli məsələ maliyyələşdirmə məsələsi idi və hətta dedi ki, daxili rezervlərimizdən belə ora ayırdığımız vəsait digər dövlətlərin verdiyi vəsaitlərdən qat-qat yüksəkdir. Bu günləri, baxın, bir neçə il öncə bir dənə haşiyə çıxmaq istəyirəm. COP-la bağlı böyük bir tədbirimiz keçirilir. Bu günləri COP-un maliyyələşdirilməsi ilə bağlı dövlətlər arası müzakirələr gedir. Nə qədər maliyyə ayrılacaq? Nə qədər maliyyə ayrılığı da göz qarşısındadır. Eyni şəkildə atılan addımlar NATOya da bu günləri nə qədər maliyyə ayrılacaq, nə qədər bu maliyyələrdən doğru istifadə olunacaq, bu maliyyələrdən hansı ölkələrə yardımlar, bunlar hamısı bu günləri müzakirə altındadır. NATO'nun yox olma məsələsinə gəlincə bu təbii ki, bir ilin, 2 ilin məsələsi deyil, bu boyda təşkilatın məhv olma. Amma gedişat, mənim gördüyüm gedişat onu göstərir ki, bunun sırf əgər NATO məhv olacaqsa, NATO təşkilatı dağılacaqsa, bunun birinci səbəbi maliyyə infrastrukturunun yetişməməzliyindən və eyni zamanda iqtisadi potensialının və iqtisadi davamlılığının, maliyyə dayanıqlığının olmaması istiqamətinə davam edəcək. Təbii ki, siyasi məsələləri qoyuram bir kənara.
Və təbii ki, tamamilə sıfırlanacaqmı? Yox. Düşünürəm ki, müəyyən qrup halında yenə də dövlətlər arası hansısa birləşmələr şəklində öz fəaliyyətini davam etdirəcəkdir. Amma NATO-nun faktiki olaraq digər ölkələrə yardımı nə dərəcədə uyğun olacaq? Təbii ki, bu siyasətçilərin məsələsidir. Bu biraz iqtisadi olaraq mən bunu şərh edə bilmərəm. Mən düşünürəm ki, amma bugünkü dövr üçün də NATO-nun maliyyə dayanıqlığı hələ ki müəyyən əsnada sürdürülür, amma bu hansı vaxta qədər davam etdiriləcək, bu gedişat baxacaq. Yəni iqtisadi gedişat baxacaq. Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsi, Avropanın bu təşəbbüsləri Ukraynanı xilas edə biləcəkmi? Bilirsiniz, bu qərbdən belə bir anlayış var ki, bu Rusiyanın puludursa, yaxşı, Rusiya götürək ki, işğalçıdır. Bu Rusiyanın puludursa, bunu götürüb bölməliyik və Ukraynaya verməliyik. Mən elmi sözlər, izmlər çox işlədə biləm, pluralizmdən tutmuş da monetarizmə qədər. Amma mən öz dilimizdə deyirəm, xeyr ola. İkinci Dünya müharibəsində nasist Almaniyasının pulu belə paylanmamışdı. Halbuki həmən bu qərb, mən Janus deməz, Janusun 200 oğlu, bunların neçə yüzü var, bəlkə də Hidra kimidirlər Yunan mifologiyasında. Almaniyanın Krupp konsernini yaradanlardan biri Rockefeller Industries'idir. Müharibə gedə-gedə ABŞ və Britaniya İsveçrə vasitəsilə Almaniyanın çox qəşəng ticari əlaqələr qurmuşlar və inkişaf da elətdirirlər. Yəni müharibəni aparan transmilli şirkətlərdir. İndinin özündə də Avropa İttifaqının Rusiyada təbii qaz, neft və digər enerji daşıyıcılarına və təbii ehtiyatlara görə, o cümlədən gübrəyə görə, o cümlədən soya və fentanilə görə ödədiyi məbləğ Ukraynaya ödədiyi məbləğdən 7,8 dəfə artıqdır. Bu öz yerində. İndi gəlirim Rusiyanın aktivlərini soruşdunuz. Rusiyanın 180 milyard euro aktivi var. Onun 140 milyard avrosu Euroclear bankında Belçikada yerləşir. Yerdə qalan 40 milyardı Avropa İttifaqının 4 ölkəsindədir. 5 milyardı Amerika Birləşmiş Ştatlarındadır. Bu pulu Ukraynaya verməklə heç nə həll olunmayacaq. Mümkün deyil. Birinci, Ukraynada güclü korrupsiya var. İkincisi, Ukrayna bu pulların bölünməsinə nəzarət çox zəifdir. Üçüncü, bu pullar yenidən Avropa İttifaqına qayıdacaq. Və dördüncüsü, ən əsas səbəb nədən ibarətdir? Avroya dəhşətli zərbə dəyəcək. Elmir mən bilir bu aktivlərin həbs olunması, bu həbs olunmaq deyil. Bu bilirsiniz, oğurluq da deyil, bu quldurluqdur. Günün günorta çağı quldurluqdur. Bunun başqa adı yoxdur. Yeri gəlmişkən çox üzr istəyirəm. Beynəlxalq Valyuta Fondunun hesablaması açıqlanıb ki, 2026-cı illər üçün 135 milyard avro lazımdır və artıq bu maliyyə dayandırılıb və sonraki proseslər necə olacaq Ukraynanın taleyinə. Və söhbət ondan gedir. Rusiyanın aktivlərinin dondurulması, açılması, nə bilim, yellənməsi və s. Bunu istədiyiniz feilin şühudi keçmişini və indiki feilin modal zərfini qoya bilərsiniz. Fantaziya bağlıdır. Məsələ ondan ibarətdir ki, bundan sonra istənilən dövlət, o cümlədən Azərbaycan, bu cür quldurluq cəhdi ilə rastlaşa bilər. Bizim də aktivlərimiz günün birində dondurularaq hansı Amerikalı konqresmenin və senatorun təklifi ilə deyə bilərlər, verək Ermənistana. Zaten ABŞ konqresində bu dəqiqə müzakirələr gedir. Azərbaycana qarşı yeni qanunverici aktdan bağlı. Ona görə də Azərbaycan elə haqlı olaraq məhkəmə proseslərini məhz Ermənistanın Azərbaycana ödəməli olan təzminatları vaxtaşırı olaraq qaldırır. Bu da təbii ki, gələcəyə hesablanan bir addımdır. Çox sağ olun, mən sizə minnətdaram maraqlı diskusiyalarınız üçün. Amma təəssüflər olsun ki, artıq vaxt bizi ayırır. Belə hörmətli tamaşaçılar, biz Cənubi Qafqazda sülh prosesini, eyni zamanda Rusiya-Ukrayna müharibəsi ətrafında cərəyan edən son prosesləri müzakirə etdik. Bizə baxdığınız üçün sizə də minnətdarım. Salamat qalın.